27 iyul 2 avqust. Həftəlik bürcləri yaxın əyləşin. Sizi Horadizdən salamlayıram. Qoçlarla başlayırıq. Qoçlar, iş, pul mövzularında yeni fürsətlər var. Ani qərarlar vermədən öncə detalları yaxşı-yaxşı düşün. Eləyəcəyiniz səhv bir addım, səhv bir söz qəlb qırıqlığına gətirə bilər. Yaşadığınız insan, sevdiyiniz insan, həyat yoldaşınız kim olsun, bu insanın olan münasibətinizdə bir sonlanma halı ola bilər. Bu da sizlə bağlı olacaq. Mütləq diqqətli olun. Bu həftə sizin üçün hərəkət və fürsət zamanıdır. İş həyatınızda yeni proseslər, yeni anlar, yeni sürprizlər var. Maddi mövzularda sevindirici xəbərlər alacaqsınız. İş həyatı isə səmimi bir söhbətlə ya başlanğıc tapa bilər, ya da sonlana bilər. Hər şey sizdən asılı olacaq. Doğru zamanı gözləyib, doğru sözü doğru məkanında və doğru zamanında desəz daha yaxşı olar. Bəli, buğalarla davam edirik. Buğalar karyeranızda və sizi idarə edən bütün münasibətlərinizdə həqiqətən bəzi proseslərə qarşı professional duruşunuzu gözləməlisiniz. Bu həftənin pulla bağlı ən aktiv bürclərindənsiz. Bəli, gözləmədiyiniz yerdən pul gəlişi ola bilər. Bəlkə verdiyiniz borcu kimsə geri qaytaracaq, onu da Allah bilir. Amma gerçəkdən pulla bağlı bütün proseslərdə uğurlusunuz. Eləcə də uzaq bir yerdən ya qohumun, ya bir qonaq gələ bilər. Hansı ki, onunla bağlı da gələn, ya o qohumla da bağlı və ya o qonaqla da bağlı bir sürprizdə sizi şok eləyəcək. Amma yaxşı mənada qorxmağa ehtiyac yox. Əkizlərlə davam edirəm. Əkizlər təhsil, səyahət, həyata olan baxış bucağınız bu həftə dəyişilir. Bəli, qabıq dəyişdirəcəksiniz. Sanki yəni dəyişim və dönüşüm dövrü başlayır sizin üçün. Yeni qərarlar almalısınız. Uran sizləri tam 84 il sonra və sizə elə bir dəyişim dönüşüm gətirir ki, bəlkə də uzun zamanda planlaşdırdığınız, amma həyata keçirə bilmədiyiniz bir çox işlər üçün elə bir enerjiniz olacaq ki, onları kökündən həll edə biləcəksiniz. Hamınız üçün uğurluqlu, xeyirli, ruzli və bərəkətli olsun. Bəli, xərçənglərlə davam edirik. Ortaq maliyyə, pul söhbətləri, ortaq gördüyünüz hər cürə işlər, kredit almaq, vermək, bu kimi sahədə krizləri yaxşı idarə edə biləcəksiniz və radikal qərarlar verməlisiniz. Pulla bağlı bu həftə sizə səfər, səyahət, gözəl istirahət və hətta keçən həftənin sonundan etibarən yəni gözəl səfər, səyahət, dincəlmək lazım idi və bunu da bacaracaqsınız. Gözləmədiyiniz yerlərə gedə bilərsiniz, gözləmədiyiniz gəzintilər yaşaya bilərsiniz və orada çox uğurlu, xeyirli olacaq sizin üçün. Şeylərlə davam edirik. İkili münasibətlərdə və evliliyinizdə yaşanan bütün savaşları bitirmənin zamanıdır. Yupiter sizə şans və fürsətlər verir. Amma bu belə bir şeydir də sizə uğur, pul, bərəkət verdiyi halda bunları da genişlədə bilər, böyüdə bilər və yaxud da bunları bitirə bilər. Bu sahədə yəni hansı mövzu olur olsun, orada hər şey həddindən artıq şişirdir. Yəni sevgi varsa böyüdür, nifrət varsa böyüdür. Hər şeyin nöqtəsi və başlanğıcı ola bilər. Və qızlarla davam edirik. İş həyatınız, sağlamlığınız bu həftə əsas nöqtədir. Artıq iş yükünüz varsa çiyinlərinizə yerə qoyun, məsuliyyətlərinizi yerə qoyun. Bədən həqiqətən bədəninizin gücündən artıq olmayan yüklərlə yükləməyin, iş görməyin. Dincəlməyinizə fikir verin. 6-12-ci evlər, yəni balıq və qız xüsusilə dincəlməyə, fürsət tapan kimi dincəlməlidirlər, istirahət eləməlidirlər. Hamınız üçün xeyirli olsun. Qızlarla davam edirəm. Qızlar, üzr istəyirəm, tərəzilərlə davam edirəm. Tərəzilər, tərəzi. Eşq həyatınızda nəyi gizlətmisiniz? Artıq o söhbətlərini danışmaq vaxtıdır. Hər gizli, sizin tərəfinizdən sizə qarşı edilən hər bir söhbətdə də gizli olan hər bir şey gerçəyə çıxacaq bu həftə. Bu həftə bir yox, bir neçə söhbət gerçək üzünü tapacaq. Bəli, yalanların üstü açılan həftədir. Sağlığınıza diqqət edin. Bu həftə az da olsa, çox da olsa biraz maliyyə var, əlinizə maliyyə gəlişi var. Övladlarınızın, nəvələrinizin, bilməm, övladla bağlı xoş xəbərlər eşidəcəksiniz və bu sizi çox məmnun edəcək. Əqrəblərdən davam edirik. Ev, ailə mövzularında həqiqətən krizləri həll edəcəksiniz və daxili hüzurunuzu tapacaqsınız. Əslində, keçmişin yüklərindən qurtulmaq lazımdır. Keçmişlə bağlı haqq ədalət bərpa olsun istəyirsiniz. Amma bəzən hər şey bitibsə bitib, keçmişdə saxlamaq daha məsləhətlidir. Dürüst bir bürc olaraq xoşum gəlir əqrəb bürclərinin dürüstlüyündən. Amma bəzən dürüst olmaq hər yerdə də lazım deyil. Bəzi sözlərin və bəzi hərəkətlərin yeri və zamanı lazımdır. Tələsməyin, heç nəyə də tələsdirməyin. Baxın, bəyənin, aldım, qəbul etdim, kodlandım. Yaxşılarını qəbul etdim, pislərini də kainata ötürdüm deməyi unutmursunuz. Özünüzdən müğayət olun.